Salam dostlar, MHM Tədris Mərkəzi Riyaziyyat Test Sofrasının yerləşirindən trigonometrik funksiyalar mövzusunun 9-cu testinin suallarına birlikdə baxaq. Birinci sualda deyilir ki, verilmiş funksiyanın qiymətlər çoxluğunu tapın. Deməli, kəsirin sürətində 2 kosinus kvadratı x üstəgələ sinus kvadratı x var. Gəlin biz 2 kosinus kvadratı x əvəzinə yazaq. Kosinus kvadratı x üstəgələ kosinus kvadratı x, sonra sinus kvadratı x və məxrəcdə kosinus x. Beləliklə, kosinus kvadratı x üstəgələ sinus kvadratı x bizə 1 verir. Beləliklə, y bərabərdir. Kosinus kvadratı x üstəgələ 1 bölünsün kosinus x. O da bərabərdir. Deməli, verilmiş kəsiri məxrəci kosinus x olan 2 kəsirin cəmi şəklində ifadə edək. Beləliklə, kosinus kvadratı x-i kosinus x-ə böldükdə qalır kosinus x və üstəgələk 1 bölünsün kosinus x. İndi kosinus x funksiyasının qiymətlər çoxluğu -1 bir parçasıdır. Əgər kosinus x -1-ə bərabər olsa, bu halda y bərabərdir. -1 üstəgələk 1 bölünsün -1, o da bərabərdir -2 olar. Əgər kosinus x müsbət 1 olsa, onda 1 üstəgələk 1 bölünsün 1 də 2-yə bərabər olar. İndi gəlin bir dənə ədəd oxu çəkək. Ədəd oxu üzərində -1-i, müsbət 0-ı və müsbət 1-i qeyd edirik. İndi baxın. Əgər biz 1-dən, yəni kosinus x-in ən böyük qiymətindən 0-a doğru yaxınlaşdıqca, baxırıq ki, məsələn, kosinus x deyək ki, alır nə? Kosinus x ala bilər, deyək ki, 2-də 1. 2-də 1 alsa, onda y-in qiyməti nədir olar? 2-də 1 üstəgələk 1 bölünsün 2-də 1, bu da bizə verir 2 tam 2-də 1. Əgər biraz da yaxınlaşdırsaq, kosinus x bərabərdir, bu dəfə 4-də 1 olsa, yəni 0-a daha yaxın olsa, onda funksiyamızın qiyməti y bərabərdir 4-də 1 üstəgələk 1 bölünsün 4-də 1 olur. Yəni, kosinus x 0-a doğru yaxınlaşdıqca, kəsirin məxrəci 0-a doğru yaxınlaşır. 1 bölünsün 0 isə sonsuzluğa doğru gedir. Yəni, verilmiş kəsirin qiyməti sonsuzluğa doğru, daha doğrusu verilmiş ifadənin qiyməti sonsuzluğa doğru yönəlir. Eyni zamanda kəsirin qiyməti sonsuzluğa doğru yönəlir və deməli onda, əgər 1-dən 0-a doğru yaxınlaşsa, kosinusun ən böyük qiymətindən 0-a doğru yaxınlaşdıqsa, onda deməli funksiyamızın qiymətlər çoxluğu 2-dən müsbət sonsuzluğa gedər. Yox, əgər biz -1-dən 0-a doğru yaxınlaşsa, bu dəfə prosesin əksi olar. Yəni mənfi sonsuzluqdan -2-yə qədər bizim həllimiz olar. Deməli beləliklə bu funksiyanın qiymətlər çoxluğu mənfi sonsuzluq -2, 2 müsbət sonsuzluq intervalı olar. İndi ikinci suala baxaq. İkinci sual artıq asan bir sualdır. Sadəcə ifadələri sadələşdirmək lazımdır. Baxın, 2 vuraq. Kosinus pi bölək alfa, pi bölək 6 çıxaq alfa. Bu ifadəni sadələşdirək. Kosinus pi bölək 6, kosinus alfa üstəgələk sinus pi bölək 6, sinus alfa. Çıxılsın, kök addı 3, kosinus alfa. Eyni ilə kəsirin məxrəcində 0,5 sinus alfa, çıxaq mötərizə içində sinus alfa kosinus pi böl 3 çıxılsın sinus pi bölək 3 kosinus alfa. Beləliklə, gəlin sadələşmə aparaq. Kosinus pi bölək 6-da kök adda 3 bölək 2 alınır. 2-yə də vurduqda, yəni mötərizəni açıb sadələşdirdikdə olur kök adda 3 kosinus alfa. Üstə gələk sinus pi bölək 6-da 2-də 1 alınır. 2-yə vurduqda 1 və sinus alfaya da vurduqda sinus alfa. Çıxaq kök adda 3 kosinus alfa. Məxrəcə baxaq. 0,5 sinus alfa çıxaq. Deməli, kosinus pi bölü 3-də alır 2-də 1. Bu da 0,5 deməkdir. Olur 0,5 sinus alfa. Mötərizənin qabağındakı mənfiyə görə olur. Mənfi 0,5 sinus alfa. Sonra üstə gələk. Sinus pi bölü 3-də, yəni 60 dərəcədə alır kök adda 3 bölünsün 2 kosinus alfa. Beləliklə, kosinus sürətdə kök adda 3 kosinus alfalar, məxrəcdə isə 0,5 sinus alfalar bir-birini aparır. Beləliklə, sinus alfa bölək kök adda 3 bölünsün 2 kosinus alfa alarsınız. O da sizə 2 bölək kök adda 3 tangens alfa vermiş olar ki, doğru cavab da bizə, deməli bizdə C bəndinə uyğundur. Sonra 3-cü suala baxaq. 3-cü sualda deyilir ki, verilmiş ifadəni sadələşdirin. Dərhal yazaq. Sürətdə sinus 25 dərəcə qoyun olduğu kimi qalsın. Məxrəcdə kosinus 20 dərəcədir. Baxırıq sonra sinus 20 dərəcə çıxır. Biz bu şəkildə yaza bilərik. Yəni, fərqi hasilə də çevirib yaza bilərik. Bir də bundan əvvəlki testlərdə istifadə edədiyimiz bir eynilik ifadə var. Onunla da edə bilərik. Yəni, kök adda 2 vurulsun, yazarıq kosinus 45 dərəcə üstə gələk 25 dərəcə. Bağışlayın, 20 dərəcə. Bu formada yaza
bilərik. O da bərabərdir. Deməli sinus 25 dərəcə bölək kök altında 2 vurulsun. Kosinus 45'in üstə 20 gəldi 65 dərəcə. Sinus 25 dərəcədir. Kosinus 65 dərəcəyə bərabər olduğuna görə ixtisar apara bilərik. Və beləliklə 1 bölünsün kök altda 2 bizim doğru cavabımız olar və cavab B bəndinə uyğun gəlir. Dördüncü suala baxaq. Dördüncü sualda da yenə də bir ifadədir. Sadələşdirmək tələb olunur. Gəlin mən belə bir şey yazım. Kosinus 24 dərəcədir. Onun əvəzinə yazım 1 vurulsun. Kosinus 24 dərəcə. Üstə gələk kök altda 3 vurulsun. Sinus 24 dərəcə bölünsün. Məxrəcdə də 2 kosinus 36 dərəcə. İndi ağla gələn fikir belə ola bilər ki, axı nə üçün mən burada belə bir şey elədim? Baxın, əslində qalsa bu məxrəcdə 2 var, düzdürmü? Bu 2-ni biz kəsiri sürətinə çıxartsaq, onda gərək belə bir şey yazaq. 1 bölü 2 kök altda 3 bölü 2, düzdürmü? İndi o da bərabərdir. İndi baxın, 2'də 1 nəyin qiymətidir? Kosinus 60 dərəcə. Yazıram, kosinus 60 dərəcə vuraq kosinus 24 dərəcə. Üstə gələk kök altda 3 bölü 2 nəyin qiymətidir? Sinus 60 dərəcə vurulsun sinus 24 dərəcə bölünsün kosinus 36 dərəcə. O da bərabərdir. Deməli, sürətə diqqət etirsək görərik ki, kosinus 60 çıxılsın 24 dərəcənin açılışı var burada. Və məxrəcdə də kosinus 36 yazaram. Deməli, sürətdə kosinus 36 dərəcə bölək, məxrəcdə də kosinus 36 dərəcə. Kosinus 36-nı kosinus 36-ya böldükdə 1 alarıq. Doğru cavab olar B bəndi. Sonra 5-ci suala baxaq. 5-ci sualda deyilir ki, alfa 3 pi bölək 4 ilə, yəni 135 dərəcə ilə 180 dərəcə arasındadır. Onda verilmiş ifadəni sadələşmək tələb olunur. Dərhal yazırıq. Kökün altında sinus 4 alfa var. Bunu biz 2 sinus 2 alfa vurulsun kosinus 2 alfa şəklində yaza bilərik. Sonra kotangens alfa çıxaq tangens alfa var. Kotangens alfanı biz yazsaq ki, kosinus alfa bölək sinus alfa, digərində çıxaq sinus alfa bölək kosinus alfa şəklində yazdıq. Vuraq 1 bölək sinus 2 alfa üstə gələk 1. O da bərabərdir. İndi kəsirin sürətinin işimiz yoxdur. Məxrəcindəki olan ifadəni gəlin sadələşdirək. Ortaq məxrəc nədir? Sinus vuraq kosinus. Sinus alfa vurulsun kosinus alfadır. Deməli sinus alfa kosinus alfanı sinus alfaya bölsəm kosinus alfaya. Kosinus alfaya da vursam kosinus kvadratı alfa çıxılsın. Digər də olar onda sinus kvadratı alfa. Vuraq 1 bölünsün sinus 2 alfa üstə gəl 1. Bərabərdir. Deməli kəsirin sürətində 2 sinus 2 alfa vuraq kosinus 2 alfa. Məxrəcdəki sinus 2 alfa kosinus alfa bağışlayın. Məxrəcdəki sinus alfa kosinus alfa da sürətə çıxar. Olar vuraq sinus alfa vur kosinus alfa. Məxrəcdə isə qalar kosinus kvadratı alfa çıxar. Sinus kvadratı alfa yəni kosinus 2 alfa. Üstə gələk daha doğrusu vuraq 1 bölünsün sinus 2 alfa üstə gələk 1. Beləliklə kosinus 2 alfa ilə ixtisar getsəm o da bərabərdir. Kök altında 2 vurulsun, bağışlayın 2 vurulsun deməyək. Gəlin bu hissəni də sadələşdirək. 2 vurulsun sinus alfa kosinus alfa bizə verər sinus 2 alfa. Sinus 2 alfanı sinus 2 alfa vuranda olur sinus kvadratı 2 alfa. Vuraq deməli 1 bölünsün sinus 2 alfa üstə gələk 1. O da bərabərdir. Baxın. Buradan kökdən nə çıxır? Sinus 2 alfa, amma modulda yazmalıyıq. Çünki ola bilər bu sinus 2 alfa müsbət olsun və yaxud mənfi olsun. Çünki burada alfanın yerləşdiyi aralıq bizə qeyd olunubdur. Əgər biz burada alfanı 150 dərəcə götürsək, 135 ilə 180 arasındadır. Onda 2 ilə və 150 edir 300. 300, sinus 300 dərəcə 4-cü rübdür və 4-cü rübdə də sinus mənfi qiymət alır. Ona görə biz bunu kökün altına çıxardıq. Gərək biz mənfi sinus 2 alfa şəklində çıxardaydıq. Ona görə modulu biz yazmasaq mənfi sinus 2 alfa şəklində yazmalıyıq. Vuraq 1 bölünsün sinus 2 alfa üstə gələk 1. Sinus 2 alfalar ixtisar getsə mənfi 1 plus 1 bizə verər 0. Və doğru cavab olar E bəndi. Sonra 6-cı suala baxaq. 6-cı sualda belə bir ifadə var. Onun qiymətini tapmaq tələb olunur. Gəlin birbaşa ortaq məxrəci sinus 4 sinus 10 dərəcə götürək. Sürətdə nə olar onda? 1 çıxılsın. 4 sinus 10 dərəcə vurulsun. Sinus 70 dərəcə almış olarıq. O da bərabərdir. Məxrəcdə 4 sinus 10 dərəcə. Sürətdə isə 1 minus 4 vurulsun. Baxın. Bu nəyin açılışıdır? Deməli sinus alfa vuraq sinus beta. Yəni hasili biz cəmə çevirməliyik. Onda yazarıq. Deməli 2'də 1 vurulsun modulda. Burada nə yazmaq? Daha doğrusu mötərizədə kosinus. Biz indi bunu sadələşdirməliyik. Yadımıza salaq. Sinus alfa vuraq sinus beta nə cür açılırdı? Sinus alfa vuraq sinus beta bərabər.
2'də 1 vurulsun mötərizədə kosinus alfa minus beta, sonra deməli çıxılsın kosinus alfa plus beta. Bax bu şəkildə olmalı. İndi bu qaydanı birbaşa tətbiq eləsək, deyək ki, bizdə qoy alfa böyük bucaq olsun, yəni 70 dərəcə olsun. Onda kosinus deməli 70 dərəcə çıxaq 10 dərəcə, çıxılsın kosinus 70 dərəcə üstə gələk 10 dərəcə. Bax bu şəkildə biz bunu deməli açdıq. İndi nə edirik? O da bərabərdir. Yəni bu hissəni silək, bu hissə bizə lazım deyil. Daha düsturu yazdıq. O da bərabərdir. Deməli 4 ilə 2 ixtisar getdikdə burada qalır 2. Beləliklə nə alırıq? 1 çıxaq 2 vurulsun mötərizə içində kosinus 60 dərəcə, çıxılsın kosinus 80 dərəcə. Məxrəcdə də 4 sinus 10 dərəcə almış olarıq. Beləliklə kosinus 60 dərəcədə nə alır? 2'də 1. Deməli yazırıq 1 çıxılsın 2 vurulsun mötərizə içində 2'də 1 çıxaq. Kosinus 80 dərəcənin əvəzinə də yazarıq sinus 10 dərəcə. Bölək 4 sinus 10 dərəcə. O da bərabərdir. Mötərizəni vurub açıb sadələşdirək. 1 çıxılsın 1 üstə gəlinsin 2 sinus 10 dərəcə. Bölək 4 sinus 10 dərəcə. Beləliklə mənfi müsbət 1 bir-birini islah aparır. 2 sinus 10 dərəcə sürətdə. Məxrəcdə isə 4 sinus 10 dərəcə almış olarıq. Sinus 10 dərəcələrdə ixtisar getsə 4'də 2, yəni 2'də 1 və beləliklə doğru cavab olar D bəndi. İndi 7-ci suala baxaq. 7-ci sualda deyilir ki, modulda arc tangens x çıxılsın pi bölünsün 2 üstə gələk. Deməli modulda arc kotangens x çıxılsın pi ifadəsini sadələşdirin. Biz bilirik ki, arc tangens x funksiyasının qiymətlər çoxluğu mənfi pi böl 2, pi böl 2 aralığındadır. Pi böl 2'ni ala bilmədiyi üçün, pi böl 2'dən kiçik olduğu üçün, belə deyim, ona görə modulda mənfi çıxmasını deyən biz yazırıq. Moduldan bu şəkildə çıxardırıq. Pi bölə 2 çıxılsın arc tangens x. Yəni sadə bir moduldan çıxarım əməliyyatı aparırıq. Üstə gələk. Arc kotangensin qiymətlər çoxluğu isə 0 pi aralığıdır. Ona görə bunu da biz yazmalıyıq. Pi çıxılsın arc kotangens x şəklində. O da bərabərdir. İndi gəlin bu hissəni silək. Burada nə edirik? Yazırıq pi bölünsün 2, üstə gələk pi və mənfini ortaq vuruq çıxartsam arc tangens x plus arc kotangens x almış olarıq. Və bu ikisini də cəmi biz bilirik ki, pi bölünsün 2'yə bərabərdir. Beləliklə pi bölək 2, üstə gəl pi çıxar pi bölək 2, pi bölək 2'lər islah olsa cavabda pi almış olarıq. Yəni doğru cavab edər C bəndi. Sonra 8-ci suala baxaq. 8-ci sualda deyilir ki, fx bərabərdir 2 çıxılsın a kvadratı vuraq sinus kvadratı x funksiyasının 3 müxtəlif tam qiyməti varsa, a parametrini ala biləcəyi tam qiymətlərin sayını tapın. İndi biz baxırıq bura. Sinus kvadratı x 0,1 parçasında qiymətlər çoxluğu təyin olunubdur. Düzdürmü? Qiymətlər çoxluğu 0,1 parçasında. Yəni x-ə siz nə verirsinizsə verin, o 0,1 parçasının kənara çıxa bilməz. Ona görə deyirik ki, məsələn, sinus kvadratı x-in yerinə 0 qoysam, 2 vurub çıxaq a kvadratı vurulsun 0 bizə 0 verir. Yəni a-nın yerinə nə qoyuramsa qoyum, olsa cavab 0'dır. Bu hissə bizi maraqlandırır. Burada deyirik ki, 3 müxtəlif tam qiyməti varsa. İndi mən belə fikirləşirəm. Deyirəm ki, qoyum onda bu sinus kvadratı x-in qiyməti 1'ə bərabər olsun. Onda yerdə nə qalır? 2 çıxılsın a kvadratı. Bu 2 çıxılsın a kvadratı 0'a bərabər olsa əgər, deyirəm ki, tutaq ki 0'a bərabərdir. Onda a-ya biz plus minus kök altı 2 alarıq. Bu da tam qiymət deyil. Onu çıxırıq. Sonra 2 çıxılsın a kvadratı deyərəm qoy 1 olsun. 1'ə bərabər olar. Onda a kvadratı bərabərdir 1 alaram. Beləliklə a bərabərdir plus minus 1. Sonra 2 çıxılsın a kvadratı mənfi 1'ə bərabər ola bilərmi? Ola bilməz. Çünki a kvadratının buradan tapsaz a kvadratı bərabərdir. Siz nə almış olarsınız? Müsbət 3 almış olarsınız. Burada yenə vermir. Sonra məsələn mənfi 2'yə bərabər götürsəz a kvadratı bərabərdir 4 yazarsınız və s. Bax burada belə şeylər var. Amma burada bir şeyi nəzərdən qaçırtmaq lazım deyil. Deməli 0,1 parçasında bu təyin olunur. Düzdür? Burada bir belə deyim də 3 dənə müxtəlif tam qiymət alırsa da deməli onda bu sinusa görə almalıdır da. Biz istədiyimiz qiymət əslində qalsa a-ya verə bilərik. Amma burada əsas məsələ sinusa görədir. Məsələn 0,1 parçası arasında tutaq ki sinus kvadratı x deyək ki oldu 2'də 1. Onda deyirik ki 2 çıxılsın a kvadratı hökmən nəyə bərabərdir? Hökmən sinus kvadratı deməli 2 çıxılsın a kvadratı 2'yə bərabər olmalıdır ki
2'ye bərabər olmalıdır ki, o 2 ilə 2 ixtisar getsin və siz artıq deməli fərqli bir cavab ala bilərsiniz. Tam cavab ala bilərsiniz. Ona görə buradan alırsınız ki, a kvadratı bərabərdir 0, a da bərabərdir 0 almış olarsınız. Beləliklə a-nın 3 dənə deməli tam qiyməti olur. Bu sualda məncə biraz nəsə bəlkə də şərti qoyanda hardasa müəyyən qədər ya mən nə isə nəzərdən qaçırdım ya da ki şərti qoyanda orada hardasa nə isə fikirlərində başqa şey tutublar. Amma şərt belə tam olmayıbdı da. Mən belə hiss elədim. Bəlkə də mən yanlış düşünürəm. Sonra 9-cu suala baxaq. Fx funksiyasının təyin oblastını tapın. Deməli fx bərabərdir arc sinus x çıxaq 3 bölünsün x çıxılsın 1 funksiyasının təyin oblastını tapın. Biz bilirik ki bu funksiyanın təyin oblastı yəni tutaq ki y bərabərdir arc sinus tutaq ki z şəklində bir funksiya var. Bu funksiyanın təyin oblastı -1 parçası olar. Onda deyirik ki sən demə x çıxılsın 3 bölünsün x çıxaq 1 -1 parçasında təyin olunmuşdur. Deməli birinci yazırıq. X çıxaq 3 bölə x çıxaq 1 kiçik bərabərdir 1. Beləliklə x çıxaq 3 bölə x çıxaq 1 çıxaq 1 kiçik bərabərdir 0. Beləliklə x çıxaq 3 sürətdə olur. Çıx x üstə gəl 1 bölünsün x çıx 1 kiçik bərabərdir 0. Sürətdə x'lər islah olsa qalır -2 bölünsün x çıxılsın 1 kiçik bərabər 0. Buradan da x çıxıq 1 ancaq 0-dan böyük ola bilər. Beləliklə x böyükdür 1 almış olduq. Gəlin indi ikinci hissəni həll edək. Yəni x çıxaq 3 bölə x çıxılsın 1 böyük bərabərdir -1 olmalıdır. -1 atsaq sola x çıxaq 3 bölə x çıxaq 1 üstə gələk 1 böyük bərabərdir 0. Ortaq məxrəc x minus 1'dir. Sürətdə olur x minus 3 üstə gəl x üstə gəl 1 böyük bərabərdir 0. İndi məxrəcdə onsuzdan x 1'dən böyükdür. O sözsüz x çıxaq 1 böyükdür 0. Yəni x yenə böyükdür 1 almış olarıq. Biz gəlin sürətə baxaq. 2x çıxaq 2 böyükdür 0. Burada səhv eləmədim ki. Deməli 2x çıxaq. Burada çıxılsın 1 idi. Hə. 2x çıxılsın 4 böyükdür 0. Buradan da böyük bərabər 0. Buradan da x böyük bərabərdir 2 almış olarıq. Deməli bu hissədə də cavab 2 müsbət sonsuzluq aralığındadır. İndi biz hansını götürməliyik? Birinci deyir ki 1'dən müsbət sonsuzluq olmalıdır. İkinci deyir ki 2'ni almaq şərtindən 2'dən müsbət sonsuzluqadır. Əgər biz bu iki cavabı kəsişdirsək, o da doğru cavab 2 daxil olmaqla müsbət sonsuzluğa qədər olmalıdır. İndi 10-cu suala baxaq. 10-cu sualda deyilir ki verilmiş funksiyanın qiymətlər çoxluğunu tapın. Yazaq y bərabərdir 3 arc tangens x üstə gələk 4 arc kotangens x'dir. Gəlin mən belə yazım. 3 arc kotangens x üstə gələk bir dənə də arc kotangens x. Yəni tək bir dənə arc kotangens x'imiz qalır. Buradan 3'ü ortaq vuruq çıxartsam 3 vurulsun mötərizənin içində arc tangens x üstə gələk arc kotangens x üstə gələk bir dənə də arc kotangens x almış olarıq. İndi arc tangens x ilə arc kotangens x'in cəmi bizə pi bölünsün 2 verirdi. Bu bir eynilikdir. Doğrudur mu? Onda alarıq 3 pi bölək 2 üstə gələk arc kotangens x. Bəs arc kotangens x funksiyasının qiymətlər çoxluğu nə idi? 0 pi aralığı idi. Doğrudur mu? Nə 0 nə də pi'ni ala bilirdi. Onda əgər mən bu aralığın üzərinə 3 pi bölü 2 gəlsəm 0'ın üstə 3 pi bölü 2 gələndə olur 3 pi bölü 2. Pi də gəlsəm olur 5 pi bölü 2. Amma bir şərtdən ki heç birini ala bilmir. 11-ci suala baxaq. 11-ci sualda deyilir ki verilmiş ifadənin qiymətini hesablayın. Yazıram sinus 2 vurulsun arc sinus 5'də 3. İndi baxaq. Buradan yaza bilərəm ki buna bir alfa kimi qəbul eləsəm olar onda sinus 2 alfa. Açılışı isə 2 sinus alfa vuraq kosinus alfa. Kosinus alfanı da yerinə yazaram. 1 minus kökün altında sinus kvadratı alfa. Beləliklə sinus 2 arc sinus 5'də 3 bərabərdir 2 vurulsun sinus arc sinus 5'də 3 kökün altında 1 minus sinus kvadratı arc sinus 5'də 3. Bak bu şəkildə yazmış olduq. İndi baxın sinus ilə arc sinus ixtisar gedir. Olur 2 vuraq 5'də 3. Sonra əgər burada kvadrat olmasaydı sinus ilə arc sinus ixtisar gedəndə 5'də 3 qalardı. İndi 5'də 3'ün kvadratı qalmalıdır. Yəni kök altında 1 çıxılsın 25'də 9. 25'də 9 çıxdıqda 25'də 16 qalır. Yazıram 2 vurulsun 5'də 3 vuraq kök altında 25'də 16
O da bərabərdir. 2 vuraq 3 bölünsün 5 vurulsun. 25'də 16'dan da 5'də 4 çıxar. Beləliklə 25'də 24 almış olarıq ki, doğru cavab da E bəndi olar. 12-ci suala baxaq. 12-ci sualda deyilir ki, verilmiş ədədləri müqayisə edin. Biz bilirik ki, y bərabərdir. Arc tangens x funksiyası bütün ədəd oxunda monoton artan funksiyadır və özü də tək funksiyadır. Yəni bu deməkdir ki, y bərabərdir deməli arc tangens mənfi x bərabərdir mənfi arc tangens x-ə. Bir bağışlayın, x-i yazdım. Mənfi arc tangens x-ə. İndi onda birinci üçün yazırıq. A bərabərdir arc tangens mənfi 7. Bu deməkdir ki, mənfi 7 bağışlayın, mənfi arc tangens deməli 7 almış olarıq. Onda belə çıxır ki, bu sıfırdan kiçikdir. Bu heç, bu hissəsi aydın. B bəndinə baxsaq, arc tangens kök altında 3 çıxılsın 1'dir. C arc tangens, arc kotangens 0'dır. D ise arc tangens pi bölünsün 6'dır. İndi gəlin bura baxaq. Deməli, burada indi biz müqayisə eləsək görərik ki, bax məsələn dedi ki, bir dənə burada arc kotangens x funksiyamız var. Arc kotangens x-dir. Amma yerdə qalanların hamısı nədir? Arc tangensdir. Doğrudur. İndi mən nə edə bilərəm? Bu s'ni də arc tangenslə ifadə edə bilərəm. Mən bilirəm ki, arc tangens x ilə arc kotangens x'in cəmi pi bölünsün 2 verir. Onda arc kotangens 0 bizə nə verər? Pi bölünsün 2 çıxaq, arc tangens 0 vermiş olar. Beləliklə arc tangens, daha doğrusu arc kotangens 0 bərabərdir. Pi bölünsün 2 çıxaq. Arc tangens 0'da 0'da alır və beləliklə doğru cavab olur. Pi bölü 2. Bunun cavabı pi bölünsün 2'dir. İndi baxaq. İndi burada belə bir şey var. Burada kök altında 3'dən deməli biz baxmaq istəyirik ki, pi bölü 6 böyükdür d-də. Çünki d-də arc tangens pi bölü 6'dır. Bu nə verir bizə? Təxminən 0,5. Təxminən. Bir də kök altında 3 çıxılsın 1 var. Burada da qiymət bizə verir nə? Kök altında 3 çıxılsın 1 bizə verir deməli təxminən 0,7. Onda belə çıxır ki, A bunların içində ən kiçikdir. A mənfidir. Düzdürmü? Artıq arc kotangens x, arc tangens x-dən fərqli olaraq azalan funksiyadır. Yəni belə çıxır ki, onda burada 0'dır. Görürsünüzmü? Arc kotangens 0'dır. Bu təxminən 0,7'dir. Bax bunu bu şəkildə yaza bilərik də. Yəni lor formada başa düşmək üçün. 0,7. Bu birisi isə arc tangens təxminən 0,5 şəklində. İndi burada da arc tangens 0'dır. Biz bildik ki, arc tangens azalan funksiya olduğuna görə onun qiyməti deməli daha böyük olmalıdır. Ona görə deyirik ki, A deməli bunların içərisində ən böyük bu eləyir. Çünki pi bölü 2'dir. Bu pi bölü 2'nin qiyməti təxminən 1,5 düşür də belə deyək. İndi burada kiçikdən böyüyə doğru düzəsi olsaq, arc tangens 0,5, arc tangens 0,7'dən kiçikdir. Deməli A kiçikdir D-dən, D də kiçikdir B-dən və V də kiçikdir C-dən olmalı ki, doğru cavab da edir B bəndi. Yenə deyirəm, burada o arc kotangensdən verilir. Arc kotangensdən verildikdə diqqətli olmaq lazım. Çünki baxın, burada bayaq da yazdım. Arc kotangens 0 bərabərdir. Pi bölü 2 çıxılsın arc tangens 0'da. İndi arc tangens 0,7 var. Arc tangens 0,5 və bir də arc tangens 0 var. Arc tangens 0 bunların içində ən kiçiyidir. Amma bilirik ki, pi bölü 2 sabitdir. Ondan, yəni azalandan ən kiçik fərqi, daha doğrusu çıxdıqda fərq ən böyük olur. Ona görə də arc kotangens 0 onların içində ən böyük oldu. Və doğru cavab oldu B bəndi. Sonra 13-cü suala baxaq. İfadəsini sadələşdirmək bizdən tələb olunur. Baxın, buna aid bir dənə biz misal təxmin məncə eləmişdik. Burada belə bir şey eləyək. Baxın, bir baş, bir ayaq bunları toplayaraq cəmdən hasilə keçək. Sinus x-dən sinus 5x. Nətər olar onda? 2 vurulsun sinus toplayıb yarıya bölürük. Yəni 3x, x üstə 5x gəlib yarıya bölürük. Vuraq, kosinus çıxıb yarıya bölürük. 5x-dən x çıxırıq 4x, yarısı 2x. Üstə gələk. 2 vurulsun. Sonra 2x-dən 4x-li olanları. Yəni sinus 2x-in üstə 4x gəlib yarıya bölürük 3x. Vurulsun kosinus 4x-dən 2x çıxıb yarıya bölürük olur x. Üstə gələk sinus 3x. Bölək, məxrəcə baxaq. Məxrəcdə
İndi kosinus x ile kosinus 5x üçün biz cəmdən hasilə keçmə düsturunu yazırıq. Olur 2 kosinus 3x vurulsun kosinus 2x. Eyni qayda ilə üstə gələk 2 vurulsun kosinus 2x kosinus 4x üçün yazsaq kosinus 3x kosinus x və üstə gələk kosinus 3x. Beləliklə sinus 3x'i ortaq vuruq çıxarsam olar onda 2 kosinus 2x üstə gələk 2 kosinus x üstə gəl 1. Bölünsün məxrəcdə kosinus 3x'i çıxarsaq 2 kosinus 2x üstə gələ 2 kosinus x üstə gəlsin 1. Beləliklə mötərəzələr bir-birini aparsa sinus 3x'in kosinus 3x'ə nisbəti qalar ki, o da bizə tangens 3x'i verər. Və doğru cavab olar E bəndi. Sonra 14-cü suala baxaq. 14-cü sualda ifadənin qiymətini bizdən tapmaq tələb olunur. Yenə uyğun olaraq çevrilmələr aparmalıyıq. Gəlin belə eləyək. Müsbət olanların bir qruplaşdıraq və cəmin hasilə keçmə düsturunu tətbiq edək. Beləliklə 2 vurulsun kosinus birbaşa yazıram. 24 üstə gələk 48 dərəcə bölək 2-yə. Bir də vuraq kosinus 48 dərəcə çıxaq 24 dərəcə bölünsün 2-yə. Çıxaq. İndi baxın, hər ikisində bir mənfi var idi. Mənfiləri çıxartmışıq. İndi yenə də mötərəzənin içində belə yazırıq. Yaxşı, gəlin bir dəfə yazaq. Kosinus 84 dərəcə üstə gələk kosinus 12 dərəcə. O da bərabərdir. 2 vuraq kosinus, baxaq. 24 üstə 48 gələndə 72, 2-yə böldükdə isə edir 36 dərəcə. Vurulsun kosinus 48-dən 24 çıxanda 24, yarısı isə 12 dərəcə. Çıxaq, 2 vurulsun, mötərəzənin içində tətbiq eləsək, hasilə keçmə düsturunu 84 üstə 12 gəlirik, edir 96, yarısı olur 48 dərəcə. Bir də vurulsun kosinus 84-dən 12 dərəcə çıxanda 72 dərəcə, yarısı isə edir 36 dərəcə. Beləliklə 2 kosinus 36 dərəcəni ortaq vuruq çıxartsam, qalar kosinus 12 dərəcə çıxaq, kosinus 48 dərəcə. O da bərabərdir. 2 kosinus 36 dərəcə vuraq. Kosinus 12 dərəcəni mən kosinusların fərqinin hasilə keçirilməyinəsə sinusların fərqinin hasilə keçirməyi daha belədir, xoşlayıram. Belə deyim, ona görə sinuslara mən keçirəm. Siz kosinusdan yaza bilərsiniz. Olur onda sinus 12 dərəcə, kosinus 12 dərəcə sinus 78 dərəcə edir. Çıxaq, kosinus 48 dərəcə isə sinus 42 dərəcə edir. Beləliklə 2 kosinus 36 dərəcə vurulsun. 2 vuraq. Sinus 78-dən 42 çıxıb yarıya böldükdə deməli edir 18 dərəcə vurulsun kosinus deməli 78-in üstə 42 gəlirik edir 120, yarısı isə edir 60 dərəcə. Beləliklə belə bir ifadə almış olduq. 2 ilə kosinus 60 dərəcə bir-birini ixtisar aparır. Yerdə qalır 2 kosinus 18 dərəcə. Gəlin vuruqların yerini dəyişək. Biraz məsafə qoyuram və yazıram kosinus 36 dərəcə. İndi mən bu ifadənin sinus 18 dərəcəyə vurub eyni zamanda da bölürəm və sürətdə alıram. 2 kosinus 18 sinus 18 dərəcə edir sinus 36 dərəcə vur kosinus 36 dərəcə. Qarşıya 2-yə vururam və eyni zamanda 2-yə bölürəm. 2 sinus 18 dərəcə. Beləliklə 2 sinus 36 dərəcə kosinus 36 dərəcə bizə verir sinus 72 dərəcə. O isə sinus 72 dərəcə sinus 72 dərəcə. Burada hansısa səhv elədim deyəsəm. Bir dəqiqə. Bəli, burada mən kosinus 18 dərəcəyə bölməli idim. Mən sinus 18 dərəcəyə bölmüşəm. Məxrəcdə olur kosinus 18 dərəcə. Bir dəqiqə onu düzəldək. Kosinus 18 dərəcə. Sürətdə olur sinus 72 dərəcə. Məxrəcdə isə 2 vurulsun kosinus 18 dərəcə. Kosinus 18 ilə sinus 72 dərəcə bir-birinə bərabərdir. Onlar ixtisar gedir və doğru cavab qalır 2-də 1. Yəni B bəndi. Bağışlayın. 15-ci sualda deyilir ki, verilmiş funksiyanın qiymətlər çoxluğunu tapın. Deməli yazırıq fx bərabərdir. Modulda 5 sinus x üstə gələk 12 kosinus x çıxılsın 7. Baxın, gəlin 5 sinus x üstə gələk 12 kosinus x funksiyasını hər hansı bir rx ilə işarə edək. Yəni bir rx funksiyası olsun. 5 sinus x üstə gələk 12 kosinus x. Bu funksiyanın qiymətlər çoxluğu nə cür tapılırdı? Mənfi kök altında 5-in kvadratı üstə gələk 12-nin kvadratı. Bir də kök altında 5-in kvadratı üstə gələk 12-nin kvadratı. Yəni mənfi 13 ilə müsbət 13 bu funksiyanın qiymətlər çoxluğudur. Əgər
biz -13'ü modul daxilində yerinə qoysaq, -13 çıxılsın 7, bu bizə verər müsbət 20. Bu funksiyanın ən böyük qiyməti olar. Və bir dəfə də müsbət 13'ü qoysaq, 13 çıxılsın 7 bərabərdir 6 da bu eləmiş olar. Amma 6 20 cavabı deyil. Çünki niyə? -13 13 parçasında ala biləcək bir qiymət də 7'dir. Əgər 7'dən 7 çıxsam 0 qalır. Yəni əslində qalsa bu funksiyanın ən kiçik qiyməti 0'dır. Ən böyük qiyməti isə müsbət 20'dir və doğru cavab da olur B bəndi. Sonra 16-cı suala baxaq. 16-cı sualda deyilir ki, bu funksiyasının ən böyük qiyməti 2pi olarsa, dərhal funksiyanın özünü yazaq. Modulda pi bölünsün 6 çıxaq, arc sinus x üstə gəlinsin a. Burada belə bir şey var. Arc sinus x funksiyasının qiymətlər çoxluğu mənfi pi bölü 2 ilə pi bölü 2 aralığıdır. Əgər mən mənfi pi bölü 2'ni qoysam, onda modulda nə olar? Pi bölü 6 çıxaq mənfi pi bölü 2. Çünki mənfini müsbət eləyir. Üstə gələk a bərabərdir bizə verməlidir 2pi. Deməli, buradan da a''nı tapsam əgər 2pi'dən çıxmalıyam. Baxın, bu ikisinin cəmini. Pi bölü 6 30 dərəcə, pi bölü 2 90 dərəcə. Toplayıram, alıram 120 dərəcə. O bizə verir 2pi bölünsün 3 və mən çıxdıqda burada qalır 3'də 4pi. Yəni doğru cavab olur deməlidir. Bəs pi bölü 2 olduqda niyə olmur? Əgər pi bölü 2 qoysam, moduldan pi bölünsün 2 çıxılsın, pi bölünsün 6 şəklində çıxır. Onun üstə a gəlirəm və 2pi almalıyam. Beləliklə pi bölü 2 90'dır. 90'dan 30 çıxanda 60 qalır. A da bərabərdir. 2pi'dən çıxıram. Pi bölünsün 3'ü. Bunda da alıram 3'də 5pi. Amma 3'də 5pi burada yoxdur. Deməli ona görə doğru cavab 4pi bölünsün 3, yəni D bəndi olmalıdır. Sonra 17-ci suala baxaq. 17-ci sualda deyilir ki, y bərabərdir kosinus 3x üstə gələk kotangens 4x funksiyasının ən kiçik müsbət dövrünü tapın. Bax, modul funksiya özünü kvadratik funksiyaya bənzər bir şəkildə aparır. Yəni bunun mənfi hissəsi yoxdur da. Əgər eləcə kosinus funksiyası olsaydı, kosinus 3x funksiyası, onun ən kiçik müsbət dövrü nəyə bərabər olardı? 2pi bölünsün 3'ə. Amma modul olduğuna görə deməli dövr yarıya bölünür. Yəni mənfi hissə olmadığına görə bölürsüz 2'yə, kvadratda olduğu kimi, belə deyim. Deməli onda onun dövrü olur 2pi bölü 3 vurulsun 2. Üstə gələk. Baxın, kotangens x funksiyasının dövrü pi'dir. 4x olduğuna görə pi bölü 4 olmalıdır. Modulda olduğuna görə də bir dəfə 2'yə bölürük. Bağışlayın, ortada üstə gələk yazdım. Bu T1 olsun. Bu isə T2. Onda T1 bərabərdir, alırıq pi bölünsün 3. T2 də bərabərdir, alırıq deməli pi bölünsün 8. Düzdürmü? İndi biz nə etməliyik? Buradan ən kiçik müsbət dövrü tapmalıyıq. Ən kiçik müsbət dövr görək nəyə bərabərdir? Dərhal əkab bunu tapaq. Əkab pi bölünsün 3, pi bölünsün 8. Biz pi'ni ortaq vuruq çıxartsaq, pi vurulsun əkab 3'də 1, 8'də 1 qalır. Bu olar 24'də 3, bu da olar 24'də. Başlayın, 24'də 8 birincisi olar. 24'də 3 isə ikincisi olar. Bunu düz yazaq. Sonra nə edirik? Pi bölünsün 24 vurulsun 8'den 3'ün əkabı da 24'də. 24'lərdə ixtisar getsə pi qalar. Yəni bu funksiyanın ən kiçik müsbət dövrü pi olar. Sonra 18-ci suala baxaq. 18-ci sualda deyilir ki, verilmiş eyniliyə əsasən n müstəqili n cəminin ən kiçik qiymətini tapın. Biz kosinus 4x'i bu şəkildə vuruqlara ayıra bilərikmi? 2, kosinus kvadratı 2x çıxılsın 1 şəklində. Altından da yazıram. Kosinus 4x bərabərdir. Şərtə görə m çıxılsın 3 vurulsun kosinus kvadratı modulda n çıxılsın 9 vurulsun x çıxılsın 1. Belə çıxır ki, m çıxaq 3 2'yə bərabərdir. Buradan m bərabərdir 5 olur. Və modul n çıxılsın 9 da bərabərdir 2 olmalıdır. Beləliklə modul n bağışlayın. Modul n bərabərdir 11. Buradan da n də bərabərdir. Ya mənfi 11'dir, ya da müsbət 11'dir. Cəmin ən kiçik qiymətini tapmaq istəyiriksə, m'in qiyməti onsuzdan 5'dir. N'in qiyməti ən kiçik qiyməti olmalıdır. Yəni mənfi 11 olmalıdır. Topladıqda isə doğru cavab olar mənfi 6, yəni B variantı. Sonra 19-cu suala baxaq. 19-cu sualda deyilir ki, funksiyasının qiymətlər çoxluğunu tapın. Dərhal yazırıq 2'də 1 kosinus x çıxılsın kök altı 3 sinus x. Baxın,
Qüvvətdəki funksiyanın qiymətlər çoxluğunu tapmaq kifayət edir. Yəni tutaq ki, bizə bir Rx funksiyası verilir. Rx funksiyasının qiymətlər çoxluğunu tapaq. Biz bilirik ki, artıq belə olan halda qiymətlər çoxluğu mənfi kökün altında bu kosinus x-in əmsalı 1-dir. 1-in kvadratı üstə gələk mənfi kök altında 3-ün kvadratı və kök altında müsbət 1 kvadratı üstə gələk yenə mənfi kök altında 3-ün kvadratı şəklində tapılmalıdır. Beləliklə birinci üçün alırıq mənfi 2 və o birisi üçün də alırıq 2. Yəni mənfi 2 aralığında olmalıdır, parçasında olmalıdır. Onda belə çıxır ki, 2-də 1 üstü mənfi 2 eləyər 4, 2-də 1 üstü müsbət 2 də edər 4-də 1. Deməli, bu funksiyanın qiymətlər çoxluğu 4-də 1 ilə 4-ün arasında olmalıdır. Bu bir mürəkkəb funksiyadır. Siz bilirsiniz ki, mürəkkəb funksiyada birinci funksiyanın qiymətlər çoxluğu digər funksiyanın təyin oblastına çevrilir. Yəni burada Gx funksiyasının qiymətlər çoxluğu fx funksiyasında, yəni 2-də 1 üzəri oradan bax, orada 2-də 1 üzəri verilmiş Gx funksiyası da görürsünüzmü? Fx funksiyasının təyin oblastına çevrilir və o Gx funksiyasının qiymətlər çoxluğuna əsasən biz fx funksiyasının qiymətlər çoxluğunu təyin edə bilirik ki, o da 4-də 1 ilə 4 arası olar. Sonra və nəhayət bu testin 20-ci sualına baxaq. 20-ci sualda deyilir ki, y bərabərdir 4 vurulsun kosinus 2a çıxılsın 5 bölünsün a vurulsun x funksiyasının əsas dövrü 2pi bölünsün 3 olar. Biz bilirik ki, y bərabərdir hər hansı bir m əmsalı olsun, fərqi yoxdur. Kosinus k vurulsun x şəklində olan funksiyanın əsas dövrü bu şəkildə tapılırdı. T bərabərdir 2pi bölünsün modulda k şəklində. İndi deyirik ki, onda 2pi bölünsün modulda 2a çıxılsın 5 bölünsün a bizə nə verməlidir? 2pi bölə 3. Belə çıxır ki, 2pilər ixtisar getdi də, onda modulda 2a çıxılsın 5 bölünsün a bizdə 3 verməlidir. Buradan belə çıxır ki, 2a çıxılsın bölək 2a çıxaq 5 bölək a bərabərdir ya 3-dür, ya da 2a çıxaq 5 bölünsün a bərabərdir mənfi 3-dür. Beləliklə 2a çıxılsın 5 bərabərdir 3a və buradan a-ya biz mənfi 5 alırıq və yaxud 2a çıxılsın 5 bərabərdir mənfi 3a. Buradan da a-ya biz müsbət 1 almış olarıq. Deməli, doğru cavab ya mənfi 5 a-nın qiymətində, a-nın mənfi 5 qiymətində və yaxud a-nın müsbət 1 qiymətində. Yəni, B bəndi bizim doğru cavabımızdır. Beləliklə, biz 9-cu testin izahlarına da baxdıq. Ümid edirəm ki, hər hansı bir səhvə yol vermədim. Əgər hər hansı bir səhvlə rastlaşarsınızsa, videonun şərh bölməsində bunu qeyd edə bilərsiniz. Sağ olun, diqqətiniz üçün təşəkkürlər.